Salam əziz izləyicilər, belə bir sualımız var. Sıfırdan fərqli müxtəlif rəqəmlərdən düzəlmiş neçə 3 rəqəmli ABC ədədi tapmaq olar ki, həmin ədəddən CBA ədədini çıxdıqda 495 alınsın? Videonu burada dayandırıb, sualı özünüz cavablandırmağa çalışın. Daha sonra cavabınızın doğru olub-olmadığını müəyyən etmək üçün videonu təkrar izləyə bilərsiniz. Diqqət çəkən ilk məqam odur ki, 3 rəqəmli ədəddən onun tərsi çıxılacaq. Burada xüsusi bir qayda var ki, həmişə alınan ədədin mərkəzindəki rəqəm 9, kənarlarındakı rəqəmlərin cəmi də elə 9 edir. C-nin A-dan kiçik olduğunu nəzərə alsaq, hər pillədə çıxma əməliyyatını yerinə yetirmək üçün yüzlük mərtəbədə duran A-dan bir vahid çıxıldığını bilirik. Bu da AC fərqinin 5 olması deməkdir. A və C-nin bu şərti ödəyən 4 kombinasiyası mövcuddur. A və C-nin birlikdə ala biləcəyi bu qiymətlərin hər birində B-nin onlardan fərqli digər 7 rəqəmdən hər hansısa biri olması mümkündür. Bu da o deməkdir ki, verilən şərtləri ödəyən 28 sayda ABC ədədi var. Diqqətiniz üçün təşəkkür edirəm.